Salam əziz izləyicilər, bu videoda 2 dənə məşhur reaksiya haqqında danışmaq istəyirəm. Karbon qazının təyini reaksiyası, karbon qazı kalsium hidroksid məhlulu ilə təyin olunur. Sönmüş əhəng məhlulu da deyə bilərik buna. Bu zaman ağ rəngli çöküntü alınır və su. Ağ rəngli çöküntü alınır deyə deyirik ki, məhlul bulanıqlaşır. Sonra bu məhluldan yenə karbon qazı keçirsək, baxın, burada gördüyünüz məhsulların üzərinə, yəni kalsium karbonat dolu su üzərinə yenidən karbon qazı əlavə eləsək, prosesin davamı olaraq, bu dəfə alınacaq kalsium hidrokarbonat. Kalsium hidrokarbonat artıq çöküntü deyil, suda həll olan maddədir. Yəni, bu proseslər ardıcıl aparılsa, birinci və ikinci reaksiyalar şəklində ardıcıl aparılsa bu proseslər, birinci reaksiyada məhlul əvvəlcə şəffaf idi, amma kalsium karbonatın alınması ilə öz şəffaflığını itirdi və bulanıqlaşdı. Daha sonra biz karbon qazını yenə əlavə etdik və buradakı çöküntü məhv oldu, alındı, suda həll olan duz, ona görə məhlul yenidən şəffaflaşdı. Və ya bunu belə də deyə bilərik, elektrik keçiriciliyi. Məhlulun elektrik keçiriciliyi. Əvvəlcə elektrik keçiriciliyi var idi, çünki məhlulda həll olan bir maddə var idi. Sonra elektrik keçiriciliyi sıfıra düşdü, çünki çöküntü alındı. Sonra yenidən elektrik keçiriciliyi artdı, çünki suda həll olan maddə əmələ gəldi.